bacarmadığın işi öz öhdənə götürmək. Yəni, insan bacarmadığı işi öz öhdəsinə götürməsi ilə zaman itkisi yaşayır. Bu səhv anlaşılmasın. Ola bilsin ki, tamaşaçılar düşünər ki, bacarmadığım bir işin ardıcan gedirəm ki, öyrənim. Bu fərq edir. Bir var ki, mən bacarmadığım işi öyrənmək istəyirəm. Buna zaman qoyuram ki, məsələn, hər hansı bir istedadı öyrənim. Hər hansı bir işi, məsələn, kompüter işini öyrənim. Və yaxud da hər hansı bir rəssamlığı öyrənim, toxuculuğu öyrənim, dərziliyi öyrənim. Bu, onun sırasında deyil. Bacarmadığın işi boynuna götürmək, yəni sən bu işi bacarmırsan, hansısa bilmədiyin, sənin üçün bəlkə də müəyyən olmayan səbəbdən öz öhdəvə götürürsən və bu işi görməkdə artıq başlayırsan digərlərinin də zamanını itirməsinə səbəb olursan, kömək istəyirsən, davamlı kimdənsə nəyisə öyrənmək istəyirsən ki, bu işi icra edəsən, o zaman həm özün əziyyət olursan, həm də onun zamanını alırsan.